Salam əziz izləyicilərim. Bugün mən qahı salata hazırlayacağım. Bəyən düyməsine basıb kanalıma abone olmağı unutmayın. İndi isə keçək hazırlama qaydasına. Bizə lazım olan ərzaqlar xiyar, qahı, pomidor, kök, kələm, qarğıdalıdır. Evdə olan ərzaqlardan da hazırlaya bilərsiniz. Şərt deyil, hamısı olsun. Bütün ərzaqları videoda da göründüyü kimi doğrayırıq. Doğrayıb qaba əlavə elədikdən sonra qahını da qabaqcadan yuyub dəsmalın arasına qoyub qurutmalıyıq ki, suyu çəkilsin. Salatda su buraxmasın. Onu da doğrayıb əlavə eləyirik. Kökü isə tyorkadan çıxardırıq. Kələmi də xırda olacaq şəkildə doğrayırıq. Kələmi də doğrayıb əlavə elədikdən sonra göyərtini də əlavə eləyib, qarğıdalını da əlavə eləyib, duz, isti ud. İstəsəz zeytun yağı ilə, istəsəz də mayonez qatıb nuş eləyə bilərsiniz. Mən zeytun yağı qatmışdım. Siz mayonez də qata bilərsiniz. Həm çox dadlı, həm də çox sadə bir salatdır. Eləyəcək olan hər kəsə indidən nuş olsun. Kanalıma abone olub mənə dəstək olmağı unutmayın. Hələlik.